Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov Moldovalı həmkarı Mixay Popşoyin ilə görüşdən sonra keçirilən mətbuat konferansında deyib. Moldovalı nazir də İranın Azərbaycana hücumlarını pisləyib. Tərəflər Azərbaycanla Moldova arasında keçiriləcək siyasi məsləhətləşmələrdən də danışıblar. Prezident İlham Əliyevin dünənki fikirləri açıq bir mesajdı. Xarici İşlər Naziri Ceyhun Bayramov bildirdi ki, dünən İran Xarici İşlər Naziri ilə telefon danışığı zamanı da məsələ müzakirə edilib. İran tərəfi məsələni ciddi şəkildə araşdırmağa söz verdi. Biz də nəticələri gözləyirik. Nazir həmçinin bildirdi ki, dövlət başçısı ötən gün baş verən dron hücumu ilə bağlı müvafiq tapşırıqlar verib. Azərbaycanın təhlükəsizlik tədbirləri hər zaman Cənab Prezidentin nəzarəti altında ən yüksək səviyyədədir. Təbii ki, bu da böyük sir deyil ki, bilavasitə yaxın ərazidə hərbi əməliyyatlar gedən zaman burada müxtəlif risk faktorları artdığına görə hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksək bir səviyyəyə gətirilir. İranda vətəndaşları olan 50-dən çox ölkə təxliyə üçün Azərbaycana müraciət edib. Bu müraciətlər Nazirlər Kabinetinə təqdim edilir və təxliyə cəmi bir neçə saat həyata keçirilir. Sabahsa Ciddədən Azərbaycana vətəndaşların növbəti təxliyəsi həyata keçiriləcək. 199 nəfər insan oradan təxliyə edilir. Bizim Qətərdə qalan insanlarımız var idi. Qətər hava məkanı bağlı olduğuna görə biz Ciddədən növbəti evakuasiya reysinin həyata keçirilməsi artıq planlaşdırılıb. Moldova Baş Nazirinin müavini Xarici İşlər Naziri Mixay Popşoy da öz növbəsində İranın Azərbaycana dron hücumlarını pislədi. Nazir Azərbaycanla Moldova arasında yalnız qaz tədarükü deyil, eyni zamanda yaşıl enerji sahəsində əməkdaşlıq etmək niyyətində olduğunu da bildirdi. Moldova Energokom şirkəti ilə birlikdə Azərbaycan Dövlət Neft şirkəti ilə danışıqlar aparır və yaşıl enerji dəhlizi layihəsində iştirak etmək niyyətindədir. Azərbaycan şirkətləri də Moldovaya investisiya yatırmağa dəvət olunur. Ölkəmiz həmişə Azərbaycan qazının alınmasına və digər uzun müddətli investisiyalara açıqdır. Nazir həmçinin vurğuladı ki, Moldova Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edir və ölkənin suverenliyinə, ərazi bütövlüyünə dəyişməz dəstəyini təsdiqləyir. Fidan Səfərov, Bayramov, Space xəbər.